Hər vaxtınız xeyir, dəyərli dostlar. Bugün mən sosial şəbəkə hesablarımda bir sıra yazılı paylaşımlar etmişəm. İzləyənlər artıq məlumatlıdır. Axşam saatlarında təqribən 20-24 radələrində mənə bir bildiriş gəldi mobil telefonuma ki, artıq sizin mobil nömrəniz, filan saylı mobil nömrəniz bu hazırda işlətdiyiniz mobil cihazla bağlı deyil və mən gördüm ki, artıq avtomatik olaraq mən öz WhatsApp hesabıma da girə bilmirəm. Dərhal araşdırmağa başladım, məlumatlandırdım, məlumatlandırma tədbirlərini həyata keçirdim və dediyim kimi araşdırmalar apardım və saat 20:24 və təqribən 21:00 aralarında mən WhatsApp hesabıma nəzarəti itirdim. Təqribən 20:24 və 21:00 aralığında. Araşdırdım, təbii ki, WhatsApp Help Center'ı da məlumatlandırdım dərhal və 21:00-dan sonra WhatsApp hesabıma girişi bərpa etdim. Araşdırmalarıma əsasən bu bir sıra hallarda baş verə bilər. Birinci və çox təhlükəli hal bundan ibarətdir ki, kimlərsə sizin WhatsApp hesabınıza daxil olmağa çalışır və buna paralel surətdə həmin şəxsin sizin mobil nömrənizə fiziki çıxış imkanı var. Bu çox təhlükəli bir haldır. Çünki two-step verification system deyilən bir təhlükəsizlik tədbiri var. Yəni iki pilləli təhlükəsizlik, iki pilləli yoxlama sistemi. Yəni şəxs sizin WhatsApp hesabınıza və yaxud başqa bir sosial şəbəkə hesabınıza daxil olmaq istəyəndə mütləq kod göndərilir, 6 rəqəmli kod və sadəcə bir halda şəxs sizin sosial hesabınıza və yaxud WhatsApp hesabınıza daxil ola bilər ki, sizin mobil nömrənizə fiziki çıxışı olsun. Və ikinci hal ondan ibarətdir ki, bu biraz daha təhlükəsiz, nisbətən təhlükəsizlik haldır. Kimsə cəhd edir, sizin mobil telefon nömrənizi bilir və bu təhlükəsizlik iki pilləli, iki mərtəbəli təhlükəsizlik sistemindən də xəbəri yoxdur. Dəfələrlə cəhd edir, bu mobil telefonu yazır, istəyir təkrar qeydiyyatdan keçsin. Bilirsiniz də, WhatsAppda təkrar qeydiyyatdan keçərək, nömrəni oraya yazaraq, siz həmin şəxsin WhatsApp hesabına daxil ola bilərsiniz. Əgər iki mərtəbəli, deyək, o verifikasiya sistemi yoxdursa. Bu əvvəllər belə idi. Sonra bu təhlükəsizlik tədbirlərini artırmaqla bağlı bu sistemi WhatsApp və digər sosial şəbəkə hesabları, platformaları tətbiq etməyə başladılar. Hər iki halda xoşa gəlməz bir hadisədir və mən hər birinizi diqqətli olmağa çağırıram. Yanınızdan çalışın, mümkün mərtəbə cihazlarınızı ayırmayın. Sığortalı, deyək ki, sığortalı insan yoxdur. Kimliyindən asılı olmayaraq, bax, bu cür tədbirləri kimlərsə həyata keçirə bilər. Təəssüflər olsun ki, bu günümüzün reallığıdır. Digital dünyanın reallığı budur. Belə, bu qədər özünüzdən müğayət olun. Hələlik.